Bir çox xanım deyir ki, mən arıqlaya bilmirəm. Məndə nəsə çatmır. Çatışmazlıq var. Bu mineral çatışmazlığı ola bilər və yaxud da ki, hər hansı bir vitamin çatışmazlığı. Problemi orada axtarırsınız. Başa düşürəm, amma mən sizin həyatınızdakı əsl çatışmazlığı deyim. Nədir? Göstərin. Əsl çatışmazlıq baxın budur. Deməli, əsl çatışmazlıq bunu eləməyi bacarmaqdır. Ayaqlarıma fikir verməyin, evdəyəm. Evdə olduğum üçün indi inşallah ki, bu bura girər. Aha. Hər hansı bir vitaminə, minerala və yaxud da ki, nəyəsə də olan çatışmazlığınızı düşünməkdənsə də həyatınızdakı ilk növbədə hərəkətin doğrudan da real formada, bu kardiodan söhbət gedə bilər, yürüşlərdən söhbət gedə bilər, real formada deyirəm ha. Yəni ay 2000 addım atdım, 3 addım atdım, evdə ev yığışdırdım. Elə bir şeydən söhbət getmir. Real 1 saat 50 dəqiqə velosiped sürüşləri və yaxud da ki, intensiv yürüşlərdən söhbət gedir. Bütün bunların hamısının həyatında olduğunuza birincisi əmin olun. Ondan sonra mineral və yaxud da ki, vitamin defisiti ovuna çıxarıq. Yaxşı, bunu eləyin. Gün ərzində 50 dəqiqə, 60 dəqiqə bunu eləmək, inan mənə, kalori defisiti ilə yanaşı sizə o qədər sürətli arıqladacaq ki, amma tənbəllik eləməyin də.